bastırılan adamın üstünə. Günah da ən azından mən elə bilirəm. İnanmıram belə bir şeylə. Məzar yerləri maksimum 20 illik müddətə icarəyə verilir. Bu müddət bitdikdən sonra icarə haqqı ödənməzsə məzar daşı götürülür və yer başqasına təqdim olunur. Bəli, İsveçrədə belədir. Bu ölkədə ölüm və dəfn ənənələri digər ölkələrdən fərqliliyi ilə diqqət çəkir. Kasıb insanlardır, ona görə də yazıqlar helənçi arendaya alırlar da qəbirstanlığı. Bizdə Allah'a şükür ki, arendaya verilmir. 200 il olsa deyərdik ki, nəsil dəyişdi, onun qoxumları o tanımadı. 20 il nədir ki? Bu İsveçrədə deyil ki, İsveçrədə verilir icarəyə. Fransada başqa bir şey var. Hər cəmiyyətin özünün sosial xarakteri var, özünün adət-ənənələri var. Azərbaycan milli adət-ənənələrinə görə, dini dəyərlərinə görə məhz qəbir yerlərinin insanlara verilməsi özəməxsus qaydalarla tənzimlənir. 25 ildən sonra eyni qəbirdə bir başqası dəfn oluna bilər. Yəni bu Azərbaycanda belə bir dini dəyərlərimizdə də belə bir yanaşma var. Azərbaycan öz milli adət-ənənələri daha adekvatdır, dini dəyərlərimiz daha adekvatdır. Güman edirəm ki, Azərbaycanda qəbirlə bağlı, qəbirstanlıqlarla bağlı mən elə gəlir ki, coğrafi baxımından problem, aktual problem deyil. Bəs bu yanaşmaya dinimiz nə deyir? İnsan vəfat edərkən o torpağa dəfn olunmalı və orada da qalmalıdır. Hansısa bir zəruri ehtiyac olmadığı sürəcə həmin adamı yerindən çıxartmaq, torpaqdan dəfn olunmuş qəbrindən çıxarmaq günah və böyük haram hesab olunur. Qəbirlərin müvəqqəti şəkildə icarəyə verilməsi bu insana ehtiramsızlıq, insan haqlarının da pozulması deməkdir. Yer məhdudiyyəti ilə bağlı əgər belə bir məsələ yaranarsa, belə bir problem ortaya çıxarsa, bunun da İslam dini, səmavi dinlər yolunu göstərir. Yerin altında sərdabələr qurula bilər, mərtəbəli qəbirlər tikilə bilər ki, bu bir çox İslam ölkəsində ənənəvi xarakteri alıbdır və bu şəraitdə də deməli torpağın geniş qəbirstanlıqların israf olunmasının qarşısını almaq olar. Ekspertlər bildirirlər ki, bu model əhalinin sıx yaşadığı şəhərlərdə torpaq resurslarının idarə olunması üçün tətbiq edilir və İsveçrə bu yanaşmanı uzun illərdir həyata keçirir.